Salam dostlar, bugün iyul ayının 6'sı 2026. yıl bal süzümümüz devam ediyor. Arılarımız her bir çiçekten topladığı balı getirip bura, yani nektarı. Allah bereket versin. Bizim çerçevelerin bu formada süfrəsiz olmasının en birinci sebebi budur ki biz ana arılarımızı damlamışık, yani ki izolyatora salmışık. Ona göre de çerçeveler indi ne kadar getirip balı, nektarı getirip bu kadar da Allah bereket versin. Yani süfrəsiz, zatsızdır, heç nəsiz. Budur ki eğer bu balı, bu təbii, məbi filan bunları mən bu kadar işlədilib, heç bunu işlətmək istəmirəm dostlar, bağışlayın, yəni başqa cürə çıxmasın mənim sözüm. Yəni bu balı kim istəyirsə bu baldan mənlə əlaqə saxlaya bilər. Nömrəm profildə də var, özüm də bir dəfə də söyləyirəm. 050 574 98 99 nömrə ilə əlaqə saxlaya bilərsiniz və sizin ünvanınıza çatdırarıq inşallah. İndi sizə göstərərəm də bu necə damlamışam ananı, onu da sizə göstərərəm inşallah. Bak bu da bizim balımız, süzməyə aparırıq inşallah, aparıb süzərik. Demək ananı bax bu çərçivədə yazmışam bura bax 08 06 2006. yıl ana yazmışam, ana arın, yəni ki ananı burada bu çərçivədə damlamışam, yəni ki izolyatora salmışam. İndi sizə göstərərəm. Bu izolyatoru, bu qəfəsləri Allah canına dəyməsin mənim qardaşım Teymur qardaşım bunları mənim üçün düzəldib. Allah ona kömək olsun. Ona can sağlığı arzu edirəm. Biraz çətin olar sizin üçün görmək. Bax ana arı buradadır. Bax gəzir. Şükür Allah'a yerindədir. Baxın. Bak geçti bu taraf. Bak bu da ana arı bak. Balacalaşır biraz. Bak ana arı bak, göster. Yakından çek. Söv. Ana arı burada yerindədir. İndi buraxaram Allah'ın köməkliyi ilə, Allah'ın izniyle. Sağ olun, var olun. Alın, yeyin, nuş eləyin inşallah.